Çox sürücü bu suala səhv cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, mavi rəngli avtomobilin sürücüsü bu şəraitdə hansı istiqamətlərdə hərəkət edə bilər? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, düzünə, sola və geriyə dönə bilər. Biz isə hər zamanki kimi şəkili detallı inceləyək. Nə görürük? Eyni istiqamətdə 3 hərəkət zolağı görürük. Birinci zolaqdan düzünə sağa, ikinci zolaqdan düzünə, üçüncü zolaqdan sola və geriyə də dönə bilərik. Diqqət edin, mavi rəngli avtomobilin sürücüsü ikinci zolaqdadır. Yəni düzünə getməlidir. Nişan belə göstərir. Lakin qaydalara görə mavi rəngli avtomobilin sürücüsü sola geriyə dönmək üçün nə etməlidir? Olduğu zolaqda necə düzünə geçsin? Axı sol kənar zolaqda qırmızı rəngli avtomobil məcburda dayanıb, xarab olub. Diqqət edin, qəza dayanma nişanı qoyub. Bəli, belə olan halda qaydalar bizə icazə verir ki, mavi rəngli avtomobilin sürücüsü nəinki düzünə, sola və geriyə də dönə bilər. Niyə? Çünki qırmızı rəngli avtomobilə, xarab olmuş qırmızı rəngli avtomobilə görə dönməzdən əvvəl kənar vəziyyəti tuta bilmir. Bax buna görə. Sağ olun, sizinlə Məruzə müəllimi idi.